Hər bir idman yarışını daha maraqlı edən, həmin yarışın iştirakçılarına qalib gəlmək üçün əsas stimul olan sözsüz ki, azarkeşlərdir. İlk idman azarkeş hərəkatının tarixi Yunanistanda keçirilən qədim Olimpiya oyunları ilə bağlıdır. Tarixi məlumatlara əsaslansaq, eramızdan əvvəl 776-cı ildə ilk Olimpiya oyunları zamanı idmançıları müxtəlif yarışlarda dəstəkləyən və onları azarkeşlik edən kütlə haqda məlumatlar əldə edə bilərik. Azarkeşlər öz həmvətənlərini və pərəstiş etdikləri idmançı və ya komandaları dəstəkləmək üçün arenalara gəlir, yarışlara əlavə rəng qatırlar. Azərbaycan komandası və Azərbaycan idmançıları da bu mənada tək deyirlər. Parisə gələndən bəri Azərbaycan təmsilçilərinin çıxış etdiyi bütün növlərdə keçirilən yarışlarda idman könüllüləri və azarkeşləri ictimai birliyinin üzvlərini gördük. Artıq deyim ki, iyulun 28-dən buradayıq və ilk azarkeşlik elədiyimiz də elə Hidayət Heydarov oldu və bizim üçün çox xoş oldu ki, birinci dəstəklədiyimiz idmançı məhz qızıl medala yiyələndi. Digər idman növlərindən də qılınc oynatma, gimnastika, güləş yarışlarının adını çəkə bilərəm ki, orada da idmançılarımıza dəstəyimizi göstəririk. Yəni, biletimiz olduğu qədər belə deyim, idmançıların hamısına dəstək olmağa çalışırıq. Ümumi təəssüratlar da xoşdur. Çünki artıq 2 qızılımız var. Artıq növbəti qızıl Azərbaycan idman tarixinin olimpiyadalarda qazandığı ən çox qızıl sayı olacaq və onu da gözləyirik həm güləşçilərimizdən, həm boks Alfonsodan gözləyirik. Tayfonda da uğurlu çıxış elədiyimizi düşünürəm, gümüş medal almışıq. Dünən Həsrət də bürünc medal aldı güləşdə. İnanıram ki, az qalıb vaxtımız, amma həmən günlərdə də biz medallar qazana biləcəyik. 2022-ci il aprelin 19-da Ədliyyə Nazirliyində qeydə alınan İdman Könüllüləri və Azarkeşləri İctimai Birliyinin əsas məqsədi idmanda kütləviliyin artırılması, könüllü və azarkeş mədəniyyətinin koordinasiyasının formalaşdırılmasıdır. Təşkilat yerli, regional və beynəlxalq səviyyədə keçirilən idman yarışları və tədbirlərinin həyata keçirilməsində, könüllü dəstək göstərməsində yaxından iştirak edir. İdman Könüllüləri və Azarkeşləri İctimai Birliyi Azərbaycan Gənclər və İdman Nazirliyi ilə geniş əməkdaşlıq əlaqələri qura bilib. İdmançılarımızın qızıl aldığı tədbirlərdə olduq. Həqiqətən də bizi də yaddan çıxartmadılar. Getdik, biz də iştirak elədik. Hər şey mükəmməl idi. Hətta Azərbaycan yeməkləri də var idi orada. Yəni, darıxmışdıq. Həqiqətən çox gözəl idi. Orada olmaq da, burada iştirak eləmək də və mən bir şey demək istəyirəm. Bu olimpiyadalar, bu yarışlar çox gözəldir. Həqiqətən biz bilirik ki, ölkəmizdə nə qədər idmanla məşğul olan idmançılarımız var. Onların hər birini arzu edirəm ki, bu yarışlarda iştirak eləsinlər. Həqiqətən buranın atmosferi çox gözəldir. Yəni mən hər bir idmançıya belə yarışlarda iştirak eləməyi arzulayıram. Parisə İdman Könüllüləri və Azarkeşləri İctimai Birliyinin 8 üzvü komandamızı dəstəkləmək üçün gəlib. Onlar arasında müxtəlif peşələrin sahibləri var. Hüquqşünas, tələbə, marketoloq, bank işçisi, sahibkar və s. Biz ümumi burada 8 nəfər gəlmişik və hərəmiz ayrı sahədə Azərbaycanda çalışırıq. Amma bizi birləşdirən yeganə dəyər tribun olduğu üçün çalışırıq ki, Azərbaycanı təmsil edən idmançılar beynəlxalq yarışlarda xüsusilə harda olurlarsa biz də həmin yerdə olub milli komandamıza dəstək olaq. Bu olimpiyadada siz dediyiniz kimi tarixi nəticə ola bilər və buna çox yaxınıq. Bugün biz boksçumuzdan qızıl medal gözləyirik. Həmçində güləşçilərimiz bugün çıxış eləyirlər və hal-hazırda arxamızda gördüyünüz arenada gimnastlarımız var. Hər birinə uğurlar arzulayırıq və əlimizdən gələn qədər dəstək olmağa çalışırıq. Qeyd edək ki, İdman Könüllüləri və Azarkeşləri İctimai Birliyinə üzv olmaq üçün qurumun rəsmi internet səhifəsinə daxil olub müraciət edə bilərsiniz. Müraciətə baxılandan sonra sizə görüş təyin edilir. Görüşdə sizin idman bilikləriniz, azarkeş və könüllü təcrübəniz araşdırılır və sonunda uyğun gəlsəniz siz birliyə üzv olursunuz. Bu qədər çox asan. Gəlin idmançılarımızı mötəbər yarışda tək buraxmayaq. Onlara dəstək olaq. Azərbaycanın qələbələrinə birgə sevinək.